20 aprel 9-cu sinif buraxılışının ingilis dili suallarının izahı. 13-cü suala baxırıq. 13-cü sualda uşaqlar by sözündən bunun passive voice məhsul növdə olduğunu görürük. To be plus verbi axtarmalıyıq. Sonra mübtədamıza baxırıq. Money sayılmayan tək isimdir. To be plus verbi-də biz deməli xəbəri tək olanları saxlamalıyıq. C, B, D, E to be plus verbi-dir, amma C və D-nin xəbəri cəmdir. Ona görə onları çıxaraq. Geridə B və E arasında qalırıq. E-də isə is found indiki zaman, gave keçmiş zaman uzlaşması olmadığına görə cavabın B variantıdır. 14-də honest, vicdanlı, patient, səbirli, creative, yaradıcıdır. Artıq onu uyğunlaşdırarsınız. 15-də isə the information in those books bu kitabdakı məlumatdan söhbət gedir və books sözünə aldadıb cəmləri saxlanmayın. Burada cəmləri çıxırıq, təklər qalır. Is və was 2 və 5 doğru variantdır. 16-cı sualda isə uşaqlar, deməli, qaydasız isimlərin cəmidə təklər kimi düzəlir. Necə? Məsələn, E variantı və D variantı səhvdir. Biz dedik ki, təklər kimi düzəlir. Yəni A, B, C, hələ A, B, C arasında qalırıq. Məsələn, baxıram, A variantında mən, men cəmdədir, amma dis təkdədir. A variantını çıxdı. B variantında isə mən təkdədir, dis cəmdədir. Ona görə B variantında çıxdım. Geridə C variantı doğru variant olaraq qalır uşaqlar. Deməli, 17-ci suala baxaq. 17-ci sualda biz bilirik ki, modal sözdən sonra to gəlməz. A və C variantını çıxırıq, amma bu qaydaya have to və ought to istisna olduğuna görə B-nin yanında have-in də sonunda to olmadığına görə çıxırıq. Ondan sonra deyək ki, my mother is very tired. Mənim anam yorğundursa, I help her. Mən ona kömək etməliyəm. Düzdürmü? İnkarlıq bildirən D variantında çıxırıq. Yerdə E variantı must qalır. 18-ci sualda isə biz yenə məhsul növü tapmalıyıq. Biz bilirik ki, məhsul növ to be plus verb-dir. Burada isə siz seçə bilərsiniz A və D variantı arasında. Amma unutmayın ki, A variantı my hobby is collecting the coins. Deməli, mənim hobbim coinləri toplamaqdır. Yəni, burada to be plus verb deyə bir şey yoxdur. Amma D var, həm də olsaydı və sonda id olardı, ing olmayardı. D-də isə cotton is planted in different parts of Azerbaijan. Pambıq Azərbaycanın müxtəlif ərazilərində yetişdirilir mənasındadır. Növbədə davam edirik. 19-cu sualda hamı çox çaşıb. Burada cavab manner, tərz davranış deməkdir. C variantı vərdiş olduğuna görə variant deyil. Baxırıq. Is a person's behavior or way of acting davranış tərzi olduğuna görə cavab B variantı manner olur. A. Decision, qərar. B. Opportunity, fürsət. E. Dream, mənim adım arzu. C. Habit, vərdiş olmur. 20-ci sualda isə they didn't invite me to the party. Onlar məni partiyə dəvət etmədilər. Beləliklə, mən getmədim. I didn't go. Ona görə cavab C variantı olur. 21-də cavab bizdən yaxın mənalı sözlər istəyir. Cavab E olur. Nice, qəşəng, beautiful, gözəl. A variantı happy, sad, qəmgin, xoşbəxt. C variantı old, youth, qədim, kobud. B variantı difficult, easy, asan, çətin. D variantı da tall, uzun, short, qısa olmur. Ona görə cavab E variantıdır. 22-də isə mənim dostum tərəfindən telefon vasitəsilə çəkilən şəkildir demək istəyib. Mənim dostum tərəfindən dediyinə görə by və telefon vasitəsi ilə dediyinə görə isə vizi götürürük. 23-cü sualda isə deməli, kofeni kim hazırlayıb? Is making coffee today. Bugün kofeni kim hazırlayır? Ona görə burada cavabım D variantı who olacaq. Deməli, when və how özündən sonra mübtəda və xəbər tələb eləyir. Yəni, kofe hazırladığın düzdür, məna cəhətlərində uyğun gəlmirlər həm də. 24-də isə burada yaxınlaşdırıram art collection görürük. Təkdədir və saytla başlayıb. Ona görə an article-dan istifadə edəcəyik və muzeydə olduğuna görə in the museum sözündən istifadə edəcəyik. Yəni 24D variantı. 25-ci sualda isə bizdən antonimlər istəyir. Antonimlər isə dangerous, safe, demək təhlükəli və güvənli birinci. İkincidə ugly, çirkin, clever, ağıllı. Çirkin və ağıllının əlaqəsi yoxdur. Üstə different, müxtəlif, ancient, qədim, əlaqəsi yoxdur. 4-də isə boring, sıxıcı, interesting, maraqlının antonim
dilər, əks mənalıdırlar. Ona görə 1 və 4-ü götürürük. Uşaqlar mətn suallarının və part 1-in izahı kanalındadır. Gedib baxa bilərsiniz. Like atmağı, digər 9 sinif imtahanı verən sinif yoldaşlarınızla paylaşmağı unutmayın. Deməli, mətndən hansı sualın səhv olduğunu soruşur. Cavab D variantıdır. The Special Olympics is a sporting event held in every 5 years. Hər 5 ildən bir keçirildi. Xeyr, burada yazır ki, in every 2 years, 2 ildən bir keçirilirdi. 9-cu sualda isə Dr. Hayden'in niyə Rose Kennedy'dən kömək istədiyi soruşulurdu. Çünki Kanada hökuməti ona yetəri qədər support, dəstək olmamışdılar. Bu isə C variantındadır. As he couldn't get enough support from the Canadian government. 10-cu sualda isə mətnin haqqında soruşur. Mətnin elə başlığı Special Olympics ilə başlayır. Mətn elə Special Olympics, Special Olympics'in tarixi haqqındadır. A variantıdır cavab. Oradan necə yarandığı, neçənci ildə yarandığı və necə dəstək aldığı haqqında danışılır. 11-ci sualda isə deyir ki, niyə ilk yarışa çox az adam qatılmışdı. Cavab E variantıdır. Ona görə ki, few people had information about it. Çox az insanın bu haqda məlumatı var idi. 12-ci sualda isə hansının mətnə əsasən doğru olduğu deyilirdi. Cavab 3-4-dür. Bir ona görə səhvdir ki, Their Hayden was very rich and strong man. Zəngin və güclüdür. Xeyr, zəngin olsaydı kömək istəməzdi. The first Special Olympics wasn't successful. Deyir ki, birinci olimpiyada, birinci successful, uğurlu olmamışdı. Amma burada deyir ki, however, this was a very good start. Bu çox yaxşı bir başlanğıc idi. Ona görə cavab 3-4 variantı olur. The Special Olympics Games were held in the 1960s. 1963-cü ildə yaradılmışdı. Ondan sonra isə 4-cüdə isə there are 2 types of Special Olympics World Games. 2 dənə növü var idi. Cavab 3-4-dür.